Yaponiyada maraqlı bir xidmət populyarlaşıb. İnsanlar, xüsusilə qadınlar, emosional gərginliklərini azaltmaq üçün yaraşıqlı kişiləri kirayəyə götürə bilir. Bu kişilər təkcə göz yaşı silmək və təsəlli verməklə kifayətlənmir, həm də xüsusi emosional dəstək verirlər. Onlar bu sahədə xüsusi təlim keçib və məqsədləri insanlara, xüsusilə qadınlara göz yaşı vasitəsilə rahatlamağa kömək etməkdir. Yaponlar inanır ki, anlayışlı və yaraşıqlı insanın yanında ağlamaq daxili təzyiqi azaltmaq və psixoloji balansı bərpa etmək üçün ən təsirli üsullardan biridir. Bu xidmətin getdikcə daha çox insan tərəfindən istifadə olunması cəmiyyətin emosional dəstəyə və anlayışa olan ehtiyacını da göstərir. Şirin qazlı içkilər ömrü qısaldır. Michigan Universitetində aparılan son araşdırma göstərib ki, hər bir şirin qazlı içki insan ömrünü təxminən 12 dəqiqə qısaldır. Bu içkilərin qəbulu şəkərli diabet, piyələnmə və ürək-damar xəstəlikləri riskini artırır. Mütəxəssislər həmçinin vurğulayıb ki, şirin qazlı içkilər maddələr mübadiləsini pozur, qanda insulin səviyyəsinin kəskin artmasına səbəb olur və bədəndə iltihab səviyyəsini yüksəldir. Bu isə müxtəlif növ xərçəng xəstəlikləri ilə əlaqələndirilir. Bundan başqa istehsalçılar bu içkilərə rəngləyicilər və konservantlar əlavə edirlər ki, bu maddələr də bağırsaq mikroflorasına mənfi təsir göstərir. Ekspertlər insanlara şirin qazlı içkilərin istifadəsini minimuma endirməyi və sağlam qidalanma vərdişini formalaşdırmağı məsləhət görür. Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda fəaliyyət göstərən qadın doğum mütəxəssisi Dr. İsmət Bəsən saxta hamiləlik diaqnozu qoyaraq qadınları hamiləliyin dayandırılması əməliyyatına məcbur edib və bu yolla onlardan böyük məbləğlər alıb. Həkim və onunla əlaqəli 4 klinik əməkdaş əməliyyatlar nəticəsində həbs edilib. Səhiyyə mütəxəssisləri bildirir ki, bu cür fırıldaqçıların qarşısını almaq üçün tibbi xidmətlərə müraciət edərkən diqqətli olmaq və yalnız etibarlı və tanınmış həkimlərə güvənmək vacibdir. Belə hallar rastlaşdıqda dərhal müvafiq hüquq mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Smartfonlar təkcə depressiyaya səbəb olmur, həm də depressiyadan çıxarır. Yapon alimlərinin yeni bir araşdırmasına görə smartfon proqramı insanlara yüngül depressiyanın öhdəsindən gəlməyə dəstək olur. 24 araşdırmanın təhlilində tədqiqatçılar telefona yüklənən CBT terapiyasının istifadəsi zamanı psixi pozuntuların simptomlarını azaltdığını müşahidə edib. Qlobal miqyasda insanların təqribən 11%-i yüngül depressiyadan əziyyət çəkir. Hazırda sağlam olmayan düşüncə və davranışları dəyişməyə və öhdəsindən gəlməyə kömək edən koqnitiv davranış terapiyası psixi pozuntuların müalicəsinin qızıl standartı hesab olunur. Bu üsul bir çox hallarda dərmanlardan daha təsirli olur. Lakin bütün dünyada psixiatr çatışmazlığı səbəbindən tələbat çox vaxt təklifi üstələyir. Araşdırmanın aparıcı müəllifi və Tokyo Universitetinin professoru Toshiaki Furukawa açıqlamasında 4000-dən çox yaponun iştirak etdiyini bildirib. Nature Medicine jurnalında dərc edilən yeni bir araşdırma koqnitiv davranış terapiyasına yönəlmiş tətbiqin bu boşluğu doldurmağa kömək edə biləcəyini sübut edib. Dünya üzrə səhiyyə qurumları quş qripi ilə mübarizəni gücləndirir və mümkün pandemiyanın qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirirlər. Xəbər verdiyimiz kimi ölkəmizdə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumlarla birgə cari ilin 19-23 may tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Hazırda quş qripini yoluxma ilə bağlı heç bir hal aşkar edilməyib. Dünyada isə quş qripi əleyhinə geniş miqyaslı vaksinasiya planlaşdırılır. Kanada və Böyük Britaniya kimi ölkələr fermerlər və səhiyyə işçiləri kimi risk qrupunda olan şəxslər üçün milyonlarla doza H5N1 vaksini sifariş ediblər. Bu vaksinlər konkret ştamları əsasında hazırlanıb və pandemiyaya qarşı hazırlıq tədbirlərinin bir hissəsidir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Heyvan Sağlamlığı üzrə Dünya Təşkilatı yüksək patogen quş qripinin qarşısını almaq və nəzarətdə saxlamaq məqsədi ilə 10 illik yeni strategiya elan edib. Bu strategiyada biosəviyyənin artırılması, müşahidə sistemlərinin təkmilləşdirilməsi və sahələr arası əməkdaşlıq əsas prioritet kimi göstərilir.
De Montfort Universitetinin alimləri müəyyən ediblər ki, paltaryuyan maşınlar parçadan antibiotiklərə, davamlı təhlükəli mikrobları təmizləmir. Bundan əlavə alimlər paltaryuyan maşınlarda super mikrobların olduğunu deyir. Tibb işçilərinin geyimlərindəki bu cür mikroblar xəstəxana infeksiyalarının mənbəyinə çevrilə bilər. Bu barədə PLOS One jurnalında dərc olunan araşdırmada deyilir. Eksperiment zamanı mütəxəssislər məişət paltaryuyan maşınlarının 6 modelini sınaqdan keçirib. Məlum olub ki, maşınların yarısı sürətli, standart və ekstra rejimdə də dezinfeksiyanın öhdəsindən gələ bilmir. Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bəzi bakteriyalar təkcə dərmanlara deyil, həm də məişət təmizləyici vasitələrin tərkib hissələrinə qarşı müqavimət inkişaf etdirə bilir ki, bu da onları aradan qaldırmağı daha da çətinləşdirir. Alimlər xəbərdarlıq edirlər ki, dezinfeksiya edilməmiş forma geyinmək tibb müəssisələrində infeksiyaların yayılmasına səbəb ola bilər. Nəticə etibarilə onlar evdə geyimlərin yuyulması ilə bağlı tövsiyələri nəzərdən keçirməyi və təhlükəsizliyi artırmaq üçün xəstəxanalarda sənaye maşınlarının istifadəsini nəzərdən keçirməyi təklif ediblər. Səyahət edənlər həyatdan bezmir. Columbia Business School tərəfindən aparılan və Journal of Organizational Behavior jurnalında dərc olunan yeni araşdırmaya görə ildə ən azı 3 yeni ölkəyə səyahət edən insanlar iş yerində tükənmişlik sindromundan 50% daha az əziyyət çəkir. Tədqiqatlar göstərir ki, beynəlxalq səyahətlər insanın yaradıcılığını artırır, stress səviyyəsini azaldır və ümumi iş məmnuniyyətini yüksəldir. Fərqli mədəniyyətləri öyrənmək və yeni mühitlərdə olmaq insanlara gündəlik iş təzyiqlərindən zehni olaraq uzaqlaşmaq imkanı verir. Bu isə onların emosional dayanıqlığını artırır və psixoloji tükənməsinin qarşısını alır. Aparıcı tədqiqatçı Dr. Adam Galinski qeyd edir ki, tanımadığımız mühitlərdə olmaq beynin yenidən yüklənməsi üçün şərait yaradır. Yeni ölkələrə səyahət etməyin həm şəxsi inkişaf, həm də peşəkar fəaliyyət baxımından önəmi bir daha təsdiqlənib. Bəs siz sonuncu dəfə hansı ölkəyə səyahət etmisiniz? Ağrıkəsicilər mədə qanamasına səbəb ola bilər. Son elmi araşdırmalar göstərir ki, gündəlik istifadə edilən ağrıkəsici dərmanlar uzun müddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Harvard Universitetinin tibb fakültəsi tərəfindən aparılmış geniş miqyaslı tədqiqatda məlum olub ki, xüsusilə opioid və NSAID qrupuna aid dərmanlar böyrək, qaraciyər və ürək sisteminə ciddi təsirlər göstərir. Tədqiqatçılar bildirir ki, ibuprofen və aspirin kimi qeyri-steroid ağrıkəsicilərin həddindən artıq istifadəsi mədə-bağırsaq qanamaları və yüksək təzyiqi riskini artırır. Eyni zamanda parasetamolun yüksək dozaları qaraciyər çatışmazlığına səbəb ola bilər. Hər gün bu dərmanları qəbul edən minlərlə insan onların yan təsirlərindən xəbərsizdir, deyə baş tədqiqatçı Dr. Helen Cho bildirib. Araşdırma nəticələri Ümumdünya Səhiyyə Təşkilatının da diqqətini çəkib və artıq ağrıkəsici dərmanların daha sərt nəzarətə alınması ilə bağlı tövsiyələr hazırlanır. Mütəxəssislər vətəndaşlara yalnız həkim məsləhəti ilə dərman qəbul etməyi tövsiyə edir. Bəzi qidaların folqa, yəni alüminium kağız ilə bişirilməsinin sağlamlıq və dad baxımından uyğun olmadığı ortaya çıxıb. Mütəxəssislər bildirir ki, bəzi məhsulların folqa ilə yüksək temperaturda bişirilməsi onların tərkibində kimyəvi reaksiyalara səbəb olur və bu da həm dad keyfiyyətini, həm də insan sağlamlığını mənfi təsir altına alır. Məlumata görə xüsusilə turş tərkibli məhsullar, pomidor, limon, ananas və oxşar meyvə tərəvəzlər, kartof, kələm və ədviyyatlar folqa ilə təmasda zərərli maddələr əmələ gələ bilər. Folqa ilə bişirilən kartof içindəki yüksək rütubət səbəbindən buxarlanmış olur və qabığı yumşaq olur. Bu üsul həmçinin kartofun tam bişməməsinə səbəb ola bilər. Pomidor, limon, ananas kimi turşu tərkibli meyvələr və tərəvəzlər folqa ilə bişirildikdə turşu folqanı həll edərək qidalara metal dadı verə bilər. Kələm də folqa ilə bişirildikdə metal dadı ala və rəngini itirə bilər. Bu səbəbdən kələm kimi tərəvəzlərin folqa ilə bişirilməsi tövsiyə edilmir. Həmçinin paprika, çili və kimyon kimi ədviyyatlar isə folqa ilə bişirildikdə dadın dəyişməsinə və bəzən metal dadının yaranmasına səbəb olur. Mütəxəssislər bişirmə zamanı temperaturun 204 dərəcədən yüksək olmamasını, həmçinin folqa əvəzinə şüşə, keramika və ya silikon kimi təhlükəsiz materiallardan istifadə edilməsini tövsiyə edir.
50 yaşlı qadın kontakt linzaları səhv istifadə etdiyi üçün korluq təhlükəsi ilə üzləşib. Məlum olub ki, Rusiyanın Rostov vilayətində yaşayan qadın linzalarını hətta gecələr belə çıxarmayıb. Zamanla onun bir gözündə yara əmələ gəlib və bu da əməliyyata səbəb olub. Həkimlər dərhal əməliyyat edərək pasiyentə buynuz qişası donoru köçürüb. Bir ildən sonra isə iltihab səbəbilə zədələnmiş göz büllurunun dəyişdirilməsi aparılıb. Bununla da görmə tamamilə bərpa edilib. Həkimlər həmçinin kontakt linzaların düzgün istifadə edilməməsinin ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb. Göz sağlamlığını qorumaq üçün linzaların təlimatlara uyğun istifadə edilməsi tövsiyə olunur. Alimlər selfie ilə bioloji yaşı və xərçəngdən sağ qalma ehtimalını təyin edən süni intellekt aləti yaradıb. Bu texnologiya haqqında tədqiqat nüfuzlu The Lancet Digital Health jurnalında dərc olunub. Amerika Birləşmiş Ştatlarının Mass General Brigham tibb təşkilatının alimləri insanların yalnız selfie vasitəsilə bioloji yaşını və xərçəng xəstələrinin sağ qalma ehtimalını proqnozlaşdıran yeni süni intellekt aləti Face Age adlı sistemi hazırlayıb. Süni intellekt alqoritmi fərdin üz cizgilərini analiz edərək onun bioloji yaşını müəyyən edir. Alqoritm dərinin vəziyyəti, əzələlərin tonusu və üz cizgilərindəki digər dəyişiklikləri nəzərə alaraq fərdin bioloji yaşını təxmin edir. Bu yaş insanların pasportdakı xronoloji yaşından fərqli olaraq orqanizmin faktiki yaşlanma səviyyəsini göstərir və sağlamlıq vəziyyəti haqqında daha real məlumat verir. Tədqiqat nəticələrinə əsasən xronoloji yaşına nisbətən daha yaşlı görünən xərçəng xəstələrinin sağ qalma ehtimalı aşağı olub. Bu nəticə xəstəliyin növü və cins fərqi kimi digər amillər nəzərə alınsa belə dəyişməyib. Bu texnologiya gələcəkdə fərdi müalicə planlarının hazırlanmasında, xüsusən də xərçəng kimi ciddi xəstəliklər zamanı pasiyentin ümumi sağlamlıq vəziyyətinin daha düzgün qiymətləndirilməsində mühüm rol oynaya bilər. Diş ipi tüpürcəkdən istifadə edərək stress səviyyəsini ölçəcək. Tufts Universitetinin alimləri tüpürcək vasitəsilə stress səviyyələrini izləyən diş ipinə bənzər cihaz hazırlayıb. Cihaz kortizolun səviyyəsini ölçür, hormonun yüksək səviyyəsi sağlamlıq problemləri ilə əlaqələndirilir. Bu ip tüpürcəyi analiz edən və məlumatları telefona göndərən sensora qoşulub. Təhlil təxminən 10 dəqiqə çəkir və effektivliyinə görə laboratoriya testi ilə müqayisə edilə bilər. Cihaz insanlara stress səviyyələrini vaxtında müəyyən etməyə və azaltmağa kömək edə bilər ki, bu da onlara həyat tərzini dəyişməyə imkan verəcək. Bu yeni qurğu laboratoriyada qan və ya CD analizi tələb edən mövcud testlərdən daha perspektivlidir. Gələcəkdə bu texnologiya tüpürcəkdə digər biomarkerləri aşkar etmək üçün istifadə edilə bilər. Yeni təbii qida boyaları təsdiqləndi. Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi sintetik neft əsaslı boyaların istifadəsini azaltmaq məqsədi ilə 3 yeni təbii mənşəli qida boyasının istifadəsini icazə verib. Bu təbii boyalar arasında qırmızı yosundan alınan qaldiyeriya ekstraktı, mavi rəng, kalsium fosfat, ağ rəng və kəklik çiçəyi ekstraktı, mavi-yaşıl rənglər yer alır. Atılan addımlar sintetik boyaların uşaqlarda davranış pozuntuları və digər sağlamlıq problemləri ilə əlaqələndirilməsi səbəbindən artan narahatlıqlara cavab olaraq atılıb. Qida və Dərman İdarəsi bu yeni boyaların müxtəlif qida məhsullarında, o cümlədən içkilər, şirniyyatlar, yoğurtlar, qəlyanaltılar və hazır toyuq məhsullarında istifadəsinə icazə verib. Bu dəyişikliklər istehsalçıların məhsullarını təbii boyalarla yenidən formalaşdırmalarını təmin etmək üçün 2026-cı ilə qədər həyata keçirilməlidir. Kəsmik yenidən sosial mediada, fitness platformalarında və kliniki pəhriz təlimatlarında diqqət mərkəzindədir. Kəsmi qida ilə zəngin, yüksək proteinli qidadır və arıqlama məqsədləri ilə yanaşı uyğunlaşır. Xüsusən də tam qidalar, kaloriya nəzarət edilən pəhriz ilə birləşdirilikdə. Kəsmi istehlakı toxluğu təmin edir, arıq əzələ kütləsinin saxlanmasını dəstəkləyir və davamlı çəki idarə etmək üçün vacib olan əlverişli metabolik profili təşviq edir deyə tədqiqat nəticələri bildirilib. Kəsmiyin faydalarını maksimuma
sonuna çatdırmaq üçün o, lif və bütün qidalarla zəngin balanslaşdırılmış pəhrizin bir hissəsi kimi, həmçinin müntəzəm fiziki fəaliyyət və kifayət qədər yuxu daxil olmaqla daha geniş sağlam həyat tərzinə daxil edilməlidir. Alimlər kəsmiyə dad və daha çox fayda qatmaq üçün doğranmış göyərti, qara bibər və pomidor ilə qarışdırmaq, yumurta ilə istehlak etməyi tövsiyə edir. Kəsmiyə şirin sevənlər isə ona darçın, vanil ekstraktı və bir ovuc giləmeyvə qata bilər. Yeni infeksiya növü aşkarlanıb. Bursa'nın Yenişəhər rayonunun Tabakhanə kəndində şap infeksiyası aşkarlanıb. Bu səbəbdən kənd karantinə alınıb və kənddəki heyvan bazarı bir ay müddətinə bağlanılıb. Məlumata görə kənddəki iri və kiçik buynuzlu heyvanların peyvəndləməsi və dezinfeksiya işləri aparılacaq. Bundan əlavə kəndə heyvanların giriş-çıxışı qadağan edilib. Qeyd edək ki, şap yüksək yoluxma riskinə malik, ağız və dırnaq bölgələrində yaralar, yüksək hərarət və ağız suyunun normadan artıq ifraz olması ilə müşahidə edilən xəstəlikdir. Beyin siqnallarını ölçən görünməz elektrod yaradılıb. Alimlər insan saçının qalınlığında elektroensefalografiya elektrodu hazırlayıb. Amerika Birləşmiş Ştatının Pensilvaniya Ştat Universitetindən olan alimlər beynin fəaliyyətini ölçmək üçün 3D printerlə hazırlanmış yeni elektroensefalografiya elektrodu yaradıb. Bu elektrodun eni cəmi 300 mikrometrdir və insan saçına bənzəyir. Elektrod polimer hidrogel materiallarından hazırlanıb və dəriyə bioyapışqan vasitəsilə ilə bərkidilir. Bu yapışqan elektroensefalografiya üçün istifadə olunan gelə nisbətən 2 dəfə daha möhkəmdir. Elektrod həmçinin müxtəlif saç rənglərinə uyğunlaşa bilər. Bu da onun demək olar ki, görünməz edir. Yeni texnologiya epilepsiya və yuxu pozuntularının diaqnostikasında daha dəqiq və rahat monitorinq imkanı yaradır. Elektrod 24 saat ərzində dəriyə möhkəm yapışaraq sabit siqnal keyfiyyətini qoruyur və hərəkət azadlığını məhdudlaşdırmır.